Həftəli danışırıq mövzumuzu adına sual cəhdə qoyuruq. Тема нашей сегодняшней проповеди или разговора будет построена на вопросе. Niyə dirini ölülər arasında axtarır? Почему мы ищем живого среди мертвых? Gəl diqqətlə oxuyaq, sonra Azərbaycan sorusu oxuyaq. Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbrin yanına gəldilər. Qəbrin qapısındakı daşı yuvarlanmış gördülər. Amma içəridə giriblər İsa'nın cəsədini tapmadılar. Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar giymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar təlaş içində üzü üstə yerə sərildilər. Kişilər soruşdular, nə üçün siz dirini ölülər arasında axtarırsınız? Bu ən vacib sualdır. O burada yoxdur, o dirilmişdir. Hələ Qalileyada olarkən onun sizə dediklərinizi yada salın. Demişdi ki, bəşər oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və 3-cü gün dirilməlidir. Qadınlar da İsa'nın sözlərini yada saldılar. Qəbirdən qayıdan qadınlar bütün bunları 11 şagirdə və başqa adamların hamısına xəbər verdilər. Həvarilər bu xəbəri çatdıranlar Məcdəli Məryəm, Yohanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. В первый же день недели, очень рано, неся приготовленные ароматы, пришли они к гробу и вместе с ними некоторые другие. Но нашли камень отваленным от гроба, и, войдя, не нашли тело Господа Иисуса. Когда же недоумевали они о сем, вдруг предстали пред ними два мужа в одеждах блистающих. И когда они были в страхе и наклонили лица свои к земле, сказали им, что вы ищете живого между мертвыми? Его нет здесь, он воскрес. Вспомните, как он говорил вам, когда был еще в Галилее, сказывая, что Сыну Человеческому надлежит быть преданным в руки человеков, грешников, и быть распятым, и в третий день воскреснуть. И вспомнили они слова его. И, возвратившись от гроба, возвестили все это 11 и всем прочим. То были Магдалина Мария, и Иоанна, и Мария, мать Иакова, и другие с ними, которые сказали о всем апостолам. И показались им слова их пустыми, и не поверили им. İsa Məsih ölmüşdü və üstündən 2 gün keçmişdi demək olar və səhər tezdən qadınlar gəlmişdilər qəbri ziyarət eləməyə. Когда Христос был распят, спустя 2 дня женщины пришли к гробу, чтобы посмотреть, что там происходит. Bizim xalqın dilində isə 3-ünə gəlmişdilər. Как у нас говорят в азербайджанском культуре, то что на 3 дня пришли, да? Və ora gələndə 2 şəxsi, çalım digərlərində olan mələklərdir və mələklər qadınlara sual verir. Niyə dirini ölülər arasında axtarırsınız? И они встретились двух людей, мужчин, которые были ангелами на самом деле. И эти ангелы спросили, почему вы ищете живого среди мертвых? Bu çox yaxşı sualdır. Niyə axtarırdılar qadınlar dirini? И это хороший вопрос. Почему же они искали живого среди мертвых? Niyə bugün dünya İsa'nı ölülər arasında axtarır? Почему сегодня мир ищет Иисуса среди мертвых? Sреди mертвых. Yəni İsa ilə münasibəti elə rəftar, elə qururlar ki, sanki ölüb və tarixdə etmiş bir şəxsdir. К Иисусу Христу относятся так, что это был личность, которая умерла в прошлом, и все, как здесь не закончилось. Niyə bugün məsihçilər özlərini elə aparırlar ki, sanki onların məsihləri ölüb? Почему даже верующие сегодня ведут себя так, как будто их Спаситель мертв? Gəlin bu sual haqqında düşünək. Niyə dirini ölülər arasında axtarırıq? И давай сегодня поразмышляем о том, почему люди ищут живого среди мертвых. Bu sualın altında bir məna yatırdı. Olmaz dirini ölülər arasında axtarmaq. И в этом вопросе заключается смысл в том, что нельзя искать живого среди мертвых. Gəlin baxaq birinci səbəb, niyə bunu etmək olmaz? Olar mənim pultumla. И давайте посмотрим, почему это нельзя делать. Birinci səbəb odur ki, dirini ölülər arasında axtarmaq olmaz. Çünki bu həqiqətə uyğun deyil. Qəbir boş idi. Nельзя искать живого среди мертвых, потому что это не соответствует истине. Kəlam bizə deyir ki, Məsih dirilib. И Слово Божье говорит, что Христос воскрес. Əgər kim iddia etsə ki, o dirilməyib, И если кто утверждает, что Он не воскрес, bu həqiqətə uyğun olmazdı. это не соответствовало бы истине. Əfsuslar olsun ki, insanlar hər də fikirləşirlər ki, İsa deyil amma çox güman ki, ölür. Часто люди говорят, что да, Иисус воскрес, но вполне вероятно, что Он умер.
Amma bu yalan düşüncədir. Но это обманное мышление. Çoxları Pasxanı ənənəvi xristian bayramı kimi təqdim edir. Многие люди воспринимают Пасху как чисто христианский праздник. Necə öyrəşmişik ASTV-də düşünürlər. Bu bayramda küstülər barışır, süfrələr qurulur. Да, и часто по азербайджанскому государственному каналу СТВ говорят, что в этот день обиженные мирятся, прощают друг друга и так далее. Yumurtalar boyanır, kulislər pişirilir. Красятся яйца в разные цвета, пекутся куличи. Bu yaxşıdır, amma bu xristian dininin bayramıdır, məsihçilərin bayramı deyil. Это все хорошо, все приятно, праздник христианский. Bu bayramın əsl səbəbi Məsihin dirilməsidir. И основная причина этого праздника – это воскресение Христа. Kim ki bu məqsədlə bunu qeyd edir, bəzi onu ağılsız, fanatik kimi baxırlar. И те люди, которые воспринимают этот праздник именно так, на него смотрят как безумного человека и фанатика. Bizə necə baxmaqlarından asılı olmayaraq, biz əminik ki, o dirilib. И независимо от того, как к нам относятся люди, мы уверены в том, что Он воскрес. Argumentiniz var? У вас есть аргумент? Əlbəttə ki, var argument. Конечно, есть. Qəbir boş idi. Потому что гроб был пуст. Gəl bir argumentdə haqqında düşünək. Давайте поговорим об аргументах. İsa, ola bilər ki, kimsə fikirləşir, bəlkə İsa'nın qəbrini, İsa'nın cəsədini o qəbirdən oğurlayıblar. Может, кто-то может подумать, что тело Христа было выкрано из этого гроба. Xeyr əzizim. Нет, дорогие. Əskərlərin tapşırılmışdı ki, mütləq qəbri mühafizə eləsinlər və heç kəs yaxınlaşmasın ora. Потому что солдатам было, им дано было задание, чтобы они защищали этот гроб и охраняли их от всех людей. Həm də dirilmənin şahidi oldular həmin əskərlər və onlara sonra pul verdilər ki, gedin deyin ki, bu cəfəngiyatdır. И они даже были свидетелями воскресения, и потом их даже пытались подкупить, чтобы они пошли и сказали, что этого не случилось. İsa'nın dirilməsi o vaxtki dini hakimiyyətə sərf eləmirdi. Потому что воскресение Христа было невыгодно тому правительству, которое было там. Güclə öldürmüşlər İsa'nı, indi də xəbər çıxsın ki, o dirilib. Да, они с трудом добились того, чтобы убить Христа, и потом Он воскрес. Yəni bu belə də qəbirdən qaçırma anlayışı heç cür mümkün deyildi. И в их понимании побег из этого гроба было что-то немыслимое в их размышлениях. Çünki şagirdlər bunu eləyəməz. Şagirdlərlə qorxaq idilər ki, Потому что ученики были такими, как сказать, боязливыми. İsa'nın həbsində belə yanında deyillər, onlar qaçıb gizlənmişdilər. Даже во время того, как Христа поймали, они убежали от Него. Они не были рядом с Ним, остались. Sizcə o cürlə qorxaq adamlar sonra gedib əskərlərin yanına qəbirdən cəsədi qaçırda bilərdilər? И эти ученики, которые были такими боязливыми, неужели они решатся на то, чтобы пойти и выкрасть тело Христа? Bu 11 nəfər kişi o qədər qorxaq idi ki, İsa'nın heç üçünə gəlmədilər, onlar evdə oturub gözləyirdilər, qadınlar gəldilər. Да, и эти 11 учеников настолько боялись, что они даже не пришли к гробу. Пришли две женщины. O, yəni qorxaq insanlar onlar qaçırda bilmədilər. И они, эти, трусливые люди, они не могли выкрасть это тело. Və tutaq ki, lap qaçırtdılar İsa'nı, qaçırtdılar. Ну давайте представим, что они все-таки украли тело. Kimə lazımdı axı İsa'nın ölmüş meydi? Кому нужно тело Христа? Şagirdlərin neyinə lazımdı o cəsəd? Для çего им нужно это тело? Siz özünüz belə bir şey eləyərdiniz, kimisə qəbrinə qaçırır. Nə qədər sevsək belə, kimisə qəbrinə qaçırmaq istəyirsiniz cəsədi. Да, вы бы сделали бы такую вещь? Выкрали? Maksimum onu üçün eləyə bilərsiniz də. Максимум, чтобы там похоронить между собой, там, я не знаю. Şagirdə heç şayə yaya bilməzdilər bu barədə. И ученики даже не могли распространить слухи об этом. Çünki qorxaq idilər və səslər çıxsaydı, hardasa desəydilər ki, İsa dirilib, sırası başına oynatacaqdı onlar və onların da başına eyni aqibət gələcəkdi. Да, и даже они, если потом рассказали бы об этом кому-то, их бы хорошенько бы наказали за это, и их преследовали, может быть. Onlar hətta İsa'nın peyğəmbərliyi var ki, diriləcəm, onlar bu peyğəmbərliyə inanmamışdılar. И даже было пророчество о том, что Христос воскреснет, они даже не верили в это пророчество. Qadınlar gəlib onlara deyəndə ki, İsa dirilib, nə danışırsa, xəstəsiz. И когда женщины пришли и сказали, что Христос воскрес, они не поверили, ты о чем говоришь вообще? Onlar qorxuda, depressiyada, təşviq içindəydilər, yəni təşviş içində. Onlar buna addım ata bilməzdi, onların bu cəsarəti çatmazdı. Да, они были в страхе, они были в непонимании, у них не хватало смелости это бы сделать все это. Başqa bir arqument budur ki, İsa'nın öldüyü səhərsi gün, cümə günü öldü, şənbə günü Yahudilərin qeyri-iş günü idi və olan qanuna görə onlar evdən bayrağa harasa gelib gələ bilməzdilər. И также по традициям того времени Христос умер в пятницу, в субботу Он воскрес, и в субботнее время у них считалось святое, и они вообще не выходили из дома и ничего не могли делать. Не суббота воскрес, а суббота была
Şabat. Шаббат, да, суббота ничего не делал. Hə. Və onlar bu həmin gün əgər kimsə görsəydi ki, onlar meyit daşıyırlar, onların başına buna görə oyun açacaqlar. Onlar buna risk eləyə bilməzlər. Да, и если бы они даже пытались это сделать, то их бы хорошо наказали за это, потому что они не могли это все провести. Bir yandan xalq hansı ki İsrail nifrət eləyir, onu çarmıxa çəkib, onlara maraqlı deyil onu dirilmək, heç istəmirlər. Digər tərəfdən isə 11 nəfər qorxaq adam. Yəni bu necə ola bilər ki, o sonra şahid çıxsın, o dirilib? Да, с одной стороны народ, который не хотел, ни в коем случае не хотел, чтобы Христос воскресал, и с другой стороны 11 учеников, которые были очень трусливыми. Как же возможно, чтобы распространился слух, что Христос воскрес? Yəni bu real bir fakt idi. İsa dirilmişdi. Это был реальный факт, что Христос воскрес. Və İsa Məsih diriləndən sonra təkcə 11 nəfərə görünmür. И когда Христос воскрес, Təkcə 11 nəfərə görünmür. и он встречается не только с 11. Kəlam deyir ki, 500-dən çox adama eyni anda görsənir. И в Библии написано, что его увидели более 500 человек в одно и то же время. Əgər siz məni burada görürsünüz, mən varam. Если вы видите Саида здесь, значит, он существует. 500 nəfər eyni vaxtda bir adamı görürsə, eyni yerdə, bir zalın içində hardasa, demək olar ki, olan sözü əsasında o var. И если 500 человек в одно и то же время видели Христа, это означает, что он как бы был там, существовал. Razısınız, yəni bunu təsdiqləmək olar ki, o diridir. Да, это можно, этим можно подтвердить, что он воскрес, он живой. Amma insanlar bu günləri başlayıblar başqa uydurmalarla yanaşmağa bu şey. Но сегодня мы видим, что люди начинают придумывать различные объяснения этого события. Effekt Mandela. Эффект Мандела. Eşimiz bu barədə hardasa. Слышали об этом когда-нибудь? 2009-cu ildə insanlar belə deyək, Cənubi Afrika Respublikasında başladılar düşünməyə ki, Nelson Mandela 1980-ci ildə türmədə həbsdə ölüb. В 2009 году прошел такой слух, что Нельсон Мандела в 1980 году умер в тюрьме. Hə, hamı deyir, hə, olub bu, bilir hamımız. O müxalif var idi, bir dənəli müxalif lider. Hə, o öldü türmədə 80-ci ildə. И все говорили, что да, это произошло. Был вот лидер оппозиции, который умер в тюрьме. Amma bu xalqın öz rəhbəri 1990-cı ildə həbsdən çıxıb və ölkənin uzun illər prezidenti olmuşdu. Но этот же человек, лидер, да, он в 1990 году вышел из тюрьмы и стал президентом Южноафриканской республики. Bəlkə doğrudan bu şagirdlərdə elə bir fikir yaranmışdı ki, İsa dirilməyib, sadəcə o elə bir dirilib də. Yəni bu yanlış gümandır. Возможно, у учеников была такая мысль, что он как бы не воскрес, но в то же время воскрес. Так? Hə, bu insanlar yəni zənn eləyirlər ki, çünki effekt Mandela necə, onlar zənn eləyirlər ki, Mandela 80-ci ildə ölüb. Ага, то есть как бы ученики могли предположить, что Христос умер. То есть как Мандела в 1980 году, типа он умер и воскрес. Просто умер. Çünki воскрес. Pardon, aklıma. Amma effekt Mandela ilə bunun arasında böyük fərq var. Но есть большая разница между этим событием и эффектом Мандела. Effekt Mandela fərqi odur ki, o uzun illərdən sonra insanlar bunu zənn eləməyə başladılar. Но эффект Мандела заключается в том, что спустя некоторое время люди начали как бы думать, что это произошло. Amma İsa'nın canlı onu görən şagirdləri var idi və bu yüzlərlə idi. Ən az bir yerdə olan 500 nəfər idi. Но Христа же видели сотни людей. И это было живое событие, которое видели живые люди в тот самый момент. Əgər bu hadisə dirilmə bu gün baş versəydi, indiki müasir dövrdə baş versəydi, И если это событие произошло в сегодняшний день, сегодня, və o şagirdlər bu gün diri olsaydılar, məhkəmə qurulsaydı bu mövzu ilə bağlı, и если эти ученики предстали бы перед судом об этом событии, və hakim bir dindirəndə ki, sən insanı görmüsən, bəli görmüşəm, sən görmüsən, bəli görmüşəm, sən görmüsən, bəli görmüşəm. Hər bir desəydi, məhkəmə qərar versəydi, İsa dirilib. и если бы суд переспросил каждого из этих свидетелей, ты видел Христа? Да, я видел. Ты видел Христа? Да, видел. То суд должен был постановить, что Иисус действительно воскрес. Çünki məhkəmədə 2-3 şahid bəs edir ki, nəyisə təsdiq eləmək üçün. Потому что в суде обычно 2-3 свидетеля уже были достаточны, чтобы как бы подтвердить что-то. Və bu günləri minlərlə, milyonlarla insan, məsihçilər şahidlər ki, İsa dirilib.
И сегодня миллионы, миллиарды людей, они являются свидетелем того, что Христос воскрес. Çünki o bizim həyatımızda bu gün aktivdir, bu gün fəaliyyət göstərir. Потому что сегодня Христос работает в нашей жизни, Он активный, и Он действует в нас. Gedin bölgələrdə insanlardan danışın, söhbətə İsa haqqında başlayın danışmaq. Hamısı deyəcək ki, İsa ilə görüşmüşəm, İsanı yuxuda görmüşəm, İsanın sözünü eşitmişəm. İsa bizim getmədiyimiz yerlərə gedib belə öz haqqında danışır. И даже когда если говорить с людьми из районов и спрашивать у них, даже они свидетельствуют о том, что Христос как-то общался с ними, приходил в их жизнь во снах или как-то каким-то еще другим образом. Niyə dirini ölülər arasında axtarmırıq? Çünki bu reallığa, həqiqətə uyğun gəlmir. Почему мы не ищем живого среди мертвых? Потому что это не соответствует реальности. Gəlin ikinci bir səbəbə baxaq. Biz dirini ölülər arasında axtarmırıq. Çünki Allah ölülərlə işləmir. Второе, давайте посмотрим на второй пункт. Мы не ищем живого среди мертвых, потому что Бог не работает с мертвыми. Qadınlar İsa'nın belə çoxu üçünə gəlmişlər onu ziyarət etsinlər və öz adətlərini yerinə yetirsinlər. Женщины на третий день пришли к гробу Христа и хотели сделать свои определенные традиционные процессы. Adam bu mənzərəyə baxanda demək istəyir, ah qadınlar, qadınlar. И хотелось бы сказать в этот момент, ох, женщины, женщины. Əgər bu proses uğurla baş versəydi, yer üzündə böyük bir fəlakət olacaqdı. И можно было подумать так, что если бы они смогли провести все свои традиционные процессы, то была бы большая катастрофа на земле. Onların bu hərəkətindən sonra После этого действия, onlar İsa'nı həqiqətən qəbirdə görsəydilər, и если они действительно увидели бы Христа во гробу, bir nə baş verəcəkdi? знаете, что произошло бы? İsa'nın bu gün o qədər şagirdləri olacaqdı yer üzündə, indikindən qat-qat çox. У Христа было бы множество учеников сегодня, намного больше, чем сегодня. Çünki insanlar öləndən sonra dəyərə minirlər. Потому что человек оценит, когда он умирает. İsrail xalqında bu vərdiş var idi. У израильского народа был такой обычай. İsa bir dəfə fariseylər, din xadimlərinə əsəbləşir və onlara belə deyir. Однажды Христос разозлился на священнослужителей в Израиле и сказал: Deyir ki, siz peyğəmbərləri təqib edib öldürürsünüz, üstündən bir müddət keçir onların məqbərələr tikirsiniz, gəlirsiniz ziyarət edirsiniz onları. Да, он говорит, что вы убиваете моих пророков, убиваете моих людей, и спустя некоторое время строите для них храмы. Allah bilir ki, insanlar belədir. Hətta o vaxt da Musa peyğəmbərin qəbrini də gizlədir ki, onlar bu vərdiş olmasınlar da. И Бог, зная это, даже спрятал гроб Моисея, чтобы этого все не происходило. İndi İsa'nın qəbri olsaydı orada, İsa ölmüş olsaydı orada neydi? И если тело Христа было бы в этом гробу, что бы тогда произошло? İsa'nın qəbrini nəzir gətirənlər, biz nə qədər olacaqdı? Знаете, сколько людей было бы, которые приносили бы свои пожертвования к этому гробу? Bu günləri ondan da çox şagirdləri olacaq, indikindən də çox şagirdləri У olacaqdı. него, наверное, было бы намного больше учеников, чем сегодня. Benim qabağımıza çıxıb ya yox, rus dilində belə Instagramda, YouTube'da, TikTok'da video çıxırdı. Может, вы тоже видели, недавно я встретился с одним видео в ТикТоке, в Инстаграме. Instagram, yəni zaxacaq TikTok. TikTok'a girmə. Reklam var. Belə bir mənzərədir, canlı yayımdır, efirdir. Значит, прямой эфир был. Bilirsən, indi hamı canlı efirə çıxır, hamı aparıcı. Все открывают прямой эфир сейчас. O üçün, qadının bir İsraildə olan başqa bir qadına canlı efirdə sual verdi ki, mən İsrailə İsa'nın qəbrini ziyarət etməyə necə gələ bilərəm? Mən məsihçiyəm, mən istəyirəm gedim onun o cəsədinin qalıqlarına səcdə qılım. И одна женщина в прямом эфире спрашивает, что как я могу поехать в Израиль и посетить гроб Господень, да, его могилу? Я хочу, как я верующая, я хочу как бы сделать это, как бы, это шаг. Maşyam Xristi. Да, прикоснуться ко всему этому. Qadın dedi, da. Sonra nə danışırsan deyirsən? İsa, sən necə məsihçisən? Sən necə inanırsan ki, İsa'nın cəsədinin qalıqlarına toxunmaq üçün gəlirsən? İsa dirilib və deyir. И этот человек говорит, что как ты можешь вообще говорить? Христос воскрес, зачем это все нужно? Bu günlərdə hələ də İsa baxmayaq ki, qəbir oradadır. Dünyanın hər yerindən insanlar gəlir ora ziyarət eləməyə. Heç ömrü boyu bir dəfə İncil açıb, kəlamı açıb oxumayıb ki, İsa kimdir, nə edir və nə danışır. Да, множество людей, тысячи, миллионы людей приходят в Иерусалим, как бы и дотронуться до этих мест святых, но они не понимают, что же действительно произошло. Əgər dirilikdə xəstələri şəfa verirdisə, ölüləri dirildirdisə, nə bilim, acıları doydurdu, gör öləndən sonra nələrə qadir olar o. Если когда он был живой, он исцелял больных, воскрешал, то когда он умер, что же он мог тогда же сделать? Kimin uşağı, kimin qulağı, kimin ayağı, hamısı orada olardı.
То есть, как бы все люди... Все посещали было. Все посещали, все дети. Там. İndi bacı bir sual yəni, hardandır bizdə bu həvəs ölülərə? И сейчас такой вопрос. Откуда же у нас такой интерес к мертвым? Təkcə bizim xalqımızda yoxdur ya bu şey. Fikirləşmə ki, biz ancaq ölüləri xoşlayırıq. Да, не думайте, что только как бы среди нашего народа. Dünyanın hansı yerində hansı dinlər varsa, onların ölülərlə ziyarətgahları var. Во всех народах мира есть специальные места, где они посещают гробницы мертвых. Hətta bir ölkədə var, bilmirəm görmüsünüz ya yox, uzaq şərqdə öz bayramlarını Pasxada meyitləri çıxartırlar qəbirdən giyindirib otuzdururlar yanlarında. Есть какая-то страна, что там на Пасху они вытаскивают трупы людей из могил и сажают рядом с собой. Kimə maraqlısı ata bilərəm, linkə baxa bilərsiniz. Да, кому интересно, я могу отправить линк. Bəs hardandır bizdə bu həvəs qəbirlərə, ölülərə, meyitlərə? И откуда же у нас такой интерес ко всем этим трупам, мертвым и так далее? Çünki biz inana bilmirik ki, Allah bizim özümüzü sevir. Потому что мы не можем понять или признать, что Господь любит нас самих. Allah Ruslanı sevir, Бог меня любит, öldürəcək və onun vasitəsilə sonra mənə yaxşılıq edəcək. и Он меня как бы убьет, и через это сделает что-то хорошее для Него. Hə. Yəni Allah onu sevir, məni sevmir və mən gəlir Ruslanın meydinə, başda ya. Hə. Və yalvarıram ki, Ruslan, sən görün. Sən müqəddəs Ruslan. Да. Mənə bu uşağı şəfa ver. Да, и представь, потом Саид приходит на мой гроб и говорит, что «О, святой мученик, да, благослови меня в моей жизни». Bu bizim canımızda iliyimizə işləyib. Это уже в нас в крови. Biz внутри. hər bir şeyi, işə düzəlmədir, nə bilim, nədir, bütün məsələlərimizi hamısı kimlər vasitəsilə, dəllallar vasitəsilə edirik. И все, что мы не делаем, мы обычно делаем через что-то, через Kavota. кого-то. Kimlərsə xahiş etməyə, bir dənə bu fankizlə danışarsa, işə döyərsə, flankis və özümüz birbaşa təməs qurmuruq və hamını kiminsə Через vasitəsilə. И мы всегда через кого-то что-то делаем. И устроиться на работу. Ты не мог бы поговорить вот с тем для меня и устроить все это. Bilmirəm, çünki bu şad xəbər olacaq, yoxsa pis xəbər olacaq, Allahda bu işləmir. Не знаю, для вас это будет как бы радостной новостью или нет. С Богом так это не работает. Allah diridir, Господь живой. Məsih diridir Иисус живой. və sizi şəxsən özünüzü sevir. И Он каждого из вас любит. Və istəmir ki, hansısa meyitlərə, ölülərə, dirilərə görə onun yanına gələsiniz. И Он не хочет, чтобы из-за каких-то мертвых, за каких-то гробов вы приходили к Нему. Biz özümüz də istəmirik ki, sevdiyimiz şəxslə aramızda kimlərsə olsun. И мы сами знаем, что когда мы любим какого-то человека, мы не хотим, чтобы кто-то стоял между нами. Hansı gəlin istəyər ki, əri ilə onun arasında qaynana ilə baldız dursun? Какая невестка хотела бы, чтобы между ею и ее мужем стояла бы свекровь? Heç kəs bunu istəməz, Никто бы düzdür? не хотел бы это. Heç bir valideyn istəməzdi ki, övladı ilə onun arasında bariyer olsun. Hər hansı bir də psixoloji ola bilər, nə bilim, nəsə bir şey olsun ki, övladı ilə onun arasında soyuqluq yaratsın. И никто бы не хотел бы, чтобы между ним и его родителями были какие-то холодные отношения или что-то стояло между ними. Bir də xahiş edirəm, biz ibadətdə Allahın sözünü dinləyirik. Allahın sözünü deyənlərdə ehtiramla olmaq lazımdır. Kirçıq eləmək yox. Да, и пожалуйста, мы сейчас находимся пред Господом, мы славим Бога, и, пожалуйста, не входите, не выходите в это время. Və biz deyik ki, əgər sevdiyimiz şəxslərlə aramızda mane olmasını istəmiriksə, niyə Allah bizi sevdiyi halda istəyir ki, ölülərlə aramızda vasitəçi olsun? И когда мы говорим, что когда мы любим какого-то человека, мы не хотим, чтобы между нами кто-то был, между мной и им, то почему мы сейчас говорим, чтобы какие-то мертвые должны быть между нами и Богом? Həmin Allah bunu bildiyinə görə, bizi sevdiyinə görə gəldi yer üzünə və aramızdakı bütün maneələr, bütün bariyerləri götürdü. И этот же Бог, который произнес это в Священном Писании, сегодня разрушает все барьеры между нами и им. Və İsa Məsih dirildi ki, biz birbaşa diri olan Allahın ünsiyyətdə olaq. И Христос воскрес для того, чтобы мы напрямую имели общение с живым Богом. Allah istəyir ki, bu dirilmə vasitəsilə hər gün ona yaxınlaşa, hər gün onunla təmasda ola və hər gün onun sevgisinin onun sevgisi bizə eynidir, amma biz belə qəbul etmə həcmimiz böyüsün onun sevgisini. И Господь воскрес для того, чтобы мы каждый день приходили к Нему, каждый день имели общение с Ним, для того, чтобы... Больше получать любви он. Üçüncü səbəb, niyə biz dirini ölülər arasında axtarmamalıyıq? И третье, почему мы не должны искать живого среди мертвых? Biz danışdıq ki, ölünü
dirini ölülər arasında axtarmırıq, çünki bu reallığa uyğun gəlmir. Первое, что мы сказали, мы не ищем мертвого среди живых, потому что это не соответствует реальности. İkinci, biz dirini ölülər arasında axtarmırıq, çünki Allah ölülərlə iş görmür, övliyalarla iş görmür, Allah birbaşa bizi sevir. Второе, почему не ищем живого среди мертвых, потому что Бог работает живыми, не среди мертвых. Və üçüncü vacib səbəb odur ki, biz dirini axtarmamalıyıq, diri üçün sevinməliyik. И третье, мы не должны искать живого среди мертвых, нам необходимо радоваться за воскресшего. Pasxa olmazdı, əgər dirilmə olmasaydı. Пасха не была бы Пасхой, если бы не было воскресения. Biz əzablı cümədə danışdıq Məsih əzabları haqqında. В Страстную пятницу мы говорили о том, чтобы о его страданиях. Bu əzablar haqqında, təhqirlər haqqında, İsa'nın yaşadığı hər şey haqqında danışdıq. Мы говорили о том, как его избивали, как его унижали и так далее и тому подобное. Və bütün bu şeyləri biz qeyd etdik ki, bu bizim günahlarımızın əvəzini ödəmək üçün idi. И мы говорили о том, что все это было сделано для того, чтобы заплатить за наши грехи. Fiziki əzablar Allaha əks gedənin aqibətini göstərirdi. Мы говорили о том, что физические страдания, они показывали наказание Божие. Protivleniya Bogu. Противление, да. Və Allahın İsa Məsihi rədd etməsi bəşəriyyət üzərində qurduğu məhkəməni göstərirdi. И то, что сделал Господь с Иисусом Христом на кресте, Отвергая его. Да, это отвергая его, это показывало суд над всем человечеством. Və bütün o əzablar hər şey onun üçün idi ki, Allahın ədaləti bərqərar olsun, Allah ədalətli olduğunu göstərsin. И все это было сделано для того, чтобы показать справедливость Божию, чтобы показать, насколько справедливость Божия есть над этим миром. Bəs hardan bilə bilərdik ki, biz doğrudan da İsa'nın ölümü, əzabları, bunlar hamısı Allahın ədalətinin bərqərar olması üçündür və artıq Allah bu qurbanı qəbul edib. И откуда мы знаем, что весь этот процесс, о котором мы говорили, это показатель того, чтобы справедливость Божья, она восторжествовала. Hardan əmin ola bilər ki, İsa'nın ölməsi əbəs yerə deyildi? Как мы можем знать, что смерть Христа была не напрасной? Hardan bilə bilər ki, İsa başqa peyğəmbərlərdən fərqlənirdi, çünki onlar sadəcə olaraq ölüb əzab çəkib gedirdilər. Как мы можем знать, что Иисус, Он отличался от всех других пророков? Bütün fərqləndirən ən vacib amillərdən birincisi o idi ki, İsa Məsih dirildi. И самое главное отличие от всех других пророков, от всего другого, то, что Христос воскрес. Əvvəlki müqəddəslər, peyğəmbərlər, salihlər, bütün bu gözəl insanlar, hansı ki, yer üzündə yaşayıblar, onlar əzab çəkdilər, öldülər. Все эти прекрасные люди, мужи Божьи, пророки, они все прожили жизнь, умерли, и на этом все закончилось. Və onlar dirilməni gözləyirlər. И они ожидают своего воскресения. Lakin Məsih dirildi. Но Иисус воскрес. İsa Məsih günahsız olduğuna görə, özü günahsız olduğuna görə ölüm onu saxlaya bilmədi. И по причине того, что Христос был безгрешен, смерть не смогла его удержать. Ölümün gücü bizim günahlı olmağımızdadır. Сила смерти в том, что мы греховны. Əgər Adəmlə Həvva günah eləməsəydi, heç kəs ölməyəcəkdi. Если бы Адам и Ева не согрешили, никто бы не погиб. Heç kim ölümün nə olduğunu belə bilməyəcəkdi. Никто бы не знал, что такое смерть. Günah isə elə bir gücə malikdir ki, Но смерть обладает такой силой, yer üzündə heç bir dindarlıq, heç bir əxlaq qanunu, heç bir ideoloji model onunla çarə tapa bilmədi. и смерть обладает такой силой, что никакая модель, никакая религиозность, никакие добрые дела не смогут ее победить. Bu başa düşmək çox vacibdir. Günahın, ölümün qarşısında heç bir dindarlıq, heç bir yaxşılıq, heç bir əxlaq qanunu, heç bir təlim, heç bir şey yoxdur ki, bunun qarşısını ala bilsin. И ничто в этой жизни, ни наши добрые дела, ни наша религиозность, ничего, что может противостать смерти и этому греху. Əgər varsa təklif edə bilərsiniz. Если есть что-то такое, что может победить смерть, покажите. Çünki nə qədər insanlar var ki, sevirik və deyir ki, kaş onlar yaşayardı. И часто мы говорим, что этот человек, я его так люблю, хоть бы он никогда не умирал, чтобы он жил. Amma elə insan yoxdur ki, ölməsin. Но нет такого человека, который бы не умер. Elə insan yoxdur ki, sevdiyi şəxsi itirməsin. Нет такого человека, который не терял любимого человека. Bu vəzi hazırlayanda gözümün qabağına müharibə kinolarından səhnə gəlirdi. Когда я готовил эту проповедь, перед моими глазами предстало событие из каких-то военных действий.
Vay nə? Vayne. Orada göstərir ki, səhnədə bəlkə siz də görmüsünüz, çox filmlərdə bu müharibə filmlərində var bu şey. Müharibə bitib hər yer cəsədlərlə doludur və qadınlar, qızlar, analar, atalar öz övladlarının cəsədini axtarırlar. Bəlkə də aralarında sağ çıxan oldu. И, наверное, вы тоже видели в фильмах такие моменты, когда лежит куча людей, трупы людей, там женщины, мужчины, без разницы, и люди, выжившие, они ходят и ищут, кто бы выжил во всем этом. Bizim tanışlarımızda belə bir şey olmuşdu. Onun oğlu müharibədə meyitlərin, cəsədlərin arasındaydı və ana dirəşdi axırıca. Getdi, axtardı, tapdı ki, oğlu sənin can üstəymiş, hələ ölməmişdi və oğlu həyata qayıtdı. И среди моих знакомых было также такое событие, когда на войне это произошло, когда женщина до конца, она искала своего сына, она верила в то, что он не умер, она обходила все эти трупы, да, и в конце она нашла и доказала, что он не умер. Ya da ki, insanlar deyir ki, heç olmasa tapım ki, bu bunun bədənidir və dəfn eləyim onu. Ну и как минимум люди хотят найти хотя бы тело, чтобы похоронить его. Ölüm kinolarda da ölüm həyatımızdadır bizim. Мы говорим, когда в таких фильмах о смерти, эта смерть, она в нашей жизни сегодня. Milyonlarla insan övladını itirir. Миллионы людей теряют своих детей. Hər kəs valideynini itirir. Все теряют своих родителей. Hər kəs yoldaşını itirir. Все теряют своих супругов. Hər kəs dostunu dəfn eləyir. Все теряют и хоронят своих Hər kəs детей, bacısını, qardaşını dəfn eləyir. своих сестер и братьев. Heç kim sevdiklərini əbədi qala bilmir. Никто не может оставаться со своими близкими навсегда. Hər kəs sevdiyini torpağa bastırır, çıxır gəlir. Все хоронят своих любимых людей, близких людей. Bilirsiniz, biz insanlar hələ bölürük. Bəxtəvər ölümləri var, bədbəxt ölümləri var. Мы сейчас делим, иногда бывает как бы несчастная смерть и счастливая смерть. Или обычная смерть. Да, повезло нас. Да. Mənim anam deyir ki, bəxtəvər o adamdır ki, övladının çinində dəfnə gedir. И моя мама всегда говорит, что говорит, счастливый тот человек, который умирает на плечах своих детей. Или как бы хоронит. Хоронит его. Да. Özü övladı özündən qabaq ölmür də yəni. То есть он не умирает перед своими детьми. Biz bəxtəvər ölənlər yaşlı ölənlərdir. И счастливые те, которые умирают в пожилом возрасте. Hansı normal imkanlı şəraitdə ölənlərdir. Или те, которые умирают в хороших каких-то условиях. İndi gəlin biz siyahı tutan nə qədər bədbəxt ölən növləri var. Давайте сейчас откроем список, сколько людей умерли от несчастной смерти, незапланированной. Kamu не повезло. Не повезло. Şimşək vurdu, müharibədə, əsirlikdə, xəstəlikdə, cürübəzü. Yəni bu siyahı o qədərdir ki, onu heç bitirmək olmaz. Да, например, ударила молния на войне или в плену. Да, этот список можно продолжать бесконечно. Amma Musa Peyğəmbər nə deyir? Но что говорит Моисей? Orada ayə var idi orada. Ayso. Musa Peyğəmbər insan həyatını görün necə təsvir edir. Как же описывает Моисей жизнь человека? Ömür günümüz sənin qəzəbin altında keçir. İllərimiz bir nəfəs tək tükənir. 70 il ömür sürərik. Sağlam olsa 80-ə yetişərik. Ən yaxşı çağımız belə zəhmətlə, kədərlə keçir. Ömrümüz tez bitib, uçub gedir. Все дни наши прошли в гневе Твоем. Мы теряем лета наши, как звук. Лет наших 70 лет, а при большей крепости 80 лет. И самая лучшая пора – это труд и болезнь. Ибо проходит быстро, и мы летим. Hamı görür bu ayəni. Все видят этот стих? Kimsə narazıdır bu ayına. Кто-нибудь не согласен с этим? Kimsə deyə bilər ki, yox, burada səhv yazılıb. Кто-то может сказать, что здесь написано неправильно. Bəs kimsə bunun çarəsini özü təklif edə bilər. Но кто-то может предложить выход из этой ситуации. Razıyıq bu ayına. Мы согласны с этим? Biz bundan betəri də var. Есть также и хуже этого. Biz bundan betər nədir? Знаете, что хуже этого? Cəhənnəm. Ад. İnsan bu həyatda onsuz da zülmlə yaşayır, çapalı yaşayır, ərindən görmür, uşağından görmür, arvadından görmür. Bizdən problem içində yaşayır. 10 dəqiqə, 15 dəqiqə neyəsə gülür, sevinir və sonra axırda da neyinir, gedir şu cəhənnəmə. Человек обычно живет в страданиях, в труде, в болезнях, не может проводить время с своим супругой или супругой, не может проводить время с своими детьми. 10-15 минут в день он там радуется чему-то, а потом умирает и попадает в ад или в преисподнюю. Nə qədər biz ümidli olsaq yaxınlarımız üçün.
Сколько мы не надеялись и не верили в наших близких, Əminliyimiz olmur. у нас нет той уверенности. Ona görə biz həmişə üstündən 20 il də keçsə, 50 il də keçsə Azərbaycanlı olaq deyirik. Allah rəhmət eləsin. И поэтому, сколько бы ни прошло лет, 20 или 50, мы всегда говорим, что Царство Небесное. Allah günahlarını bağışlasın. Пусть Господь простит ему грехи. Üstündən illər keçib, əsrlər keçib bizə deyir, hələ də Allah rəhmət eləsin. Hələ də Allah bağışlasın. Да, и проходит множество десятков лет, мы все равно говорим, что пусть Господь простит его грехи. Царство ему Небесное. Çünki biz Pasxanı qeyd edirik indi. Поэтому мы сегодня отмечаем Пасху. İsa isə ölüb dirilməyi ilə qalib gəldi ölümə. И когда Христос умер и воскрес, Он победил смерть. Biz demirik Allah rəhmət eləsin. Мы не говорим Царство Небесное. Mən öləndən sonra deməyin Allah rəhmət eləsin. Когда Совет умрет, не говорите ему Царство Небесное. Çünki mən bilirəm ki, mən əbədi həyatda Məsihlə. Потому что я уверен в том, что я буду вечно. Çünki İsa deyib ki, mən dirildiyimə görə siz də diriləcəksiniz. Потому что Христос сказал, что если я воскрес, вы также воскреснете. Mənə iman edənin əbədi həyatı var və ölüm ona qalib gələ bilməz. И кто верует в меня, тот имеет вечную жизнь. И смерть не может его победить. Və biz kimisə cənazəsinə gedəndə deyirik, bitdi. И когда мы подходим к гробу какого-то человека, мы говорим, что закончено. Amma imanlıya yaxınlaşanda deyirik, hələlik. Но когда мы подходим к гробу верующего человека, мы говорим, что увидимся, до встречи. Çünki biz bilirik ki, o bacımız, qardaşımızla biz əbədi yaşayacağıq. Потому что мы верим в то, что с этим братом или с этой сестрой мы будем жить в вечности. Ölüm İsa'ya görə ona qalib gələ bilməz. Смерть не может победить его благодаря Христу. Biz qaliblərik. Мы победители. Çünki İsa qalibdir. Потому что Иисус Biz победил. ən bəxtəvər adamlarıq. Мы самые счастливые. Ona görə Pasxa dünyanın ən böyük bayramıdır ki, hər şey bitir, bütün sevinclər bitir, bütün bayramlar bitir. Pasxa bayramı isə bitmir. Поэтому Пасха величайший праздник, потому что все проходит, все меняется, но воскресение Христа и Пасха, оно вечно. Və sən dirini ölülər arasında axtarırsan. И ты ищешь мертвого среди живых, Burada dirilər əyləşib. здесь находятся живые. Sən dirilərdən soruş İsa kimdir? Спросите у живых, кто такой Христос. Sən dirilərdən soruş ki, İsanı harda görmüsən, necə görmüsən? Əgər hələ sən özün onunla görüşməmisənsə. И если ты сегодня не встретился с Ним, спроси у живых, где ты встретился со Христом. Və biz hamı sən cəsarət edəcək, həqiqətən dirilib. Mən görmüşəm onu. И мы будем с великой радостью говорить, что воистину воскрес, я видел Его. Bayram edirik dostlar. Мы сегодня празднуем, Bu gün yeyəcək. сегодня будем кушать, пить, радоваться. Çünki bizim bayramımız əbədiyyətəcən davam edir. Потому что наш праздник, он продолжается в вечности. Gəlin qalxaq ayağa və Rəbbə şükür. Давайте помолимся.